1937-ci il Amasyarıqının Gülbulaq kəndində anadan olmuşam. Atam 1936-cı ildə repressiya qurbanı olub. 36 noyabr ayında atamı həbs ediblər. 2 ay sonra atamdan böyük qardaşı Hüseyn əmi həbs ediblər. 38-ci ildə isə o biri əmim ailəsi ilə birlikdə Qazaxstana sürgün olunub. Təqribən bizim Gülbulaq kəndindən 50'ye yaxın ailəni sürgün etdilər Qazaxstana. 48-53-cü illərdə bizim rayondan 2 kəndi köçürdülər. O kənddən Sultanabad və Daşkörpü deyilən kəndlərdən. Amma müəyyən bir devir 65-ci ilə qədər münasibət çalışırdıq ki, yaxşı olsun. 65-ci il aprel ayının 24-də o qondarma soyqırım səbəbinə deməli dövlət səviyyəsində qeyd olunmağa başladı. Rayon rəhbərliyi Azərbaycan kəndlərinə xəbərdar elədilər ki, Leninaqan şəhərinə alış-verişə gediş-gəliş olmasın. Çünki ixtişaşlar yarana bilərdi. Hətta 70-ci ildən sonra bizə deməli Türkiyənin televiziya kanalı 70-dən sonra idi, 73-74-cü illərdə. Bizi qadağan elədilər ki, baxılmasın. Necə, nəyə görə? Demək, həmin 1965-ci soyqırım ki, dövlət səviyyəsindən qeyd olundu, Andreyanın heykəlini deməli şəhərdə ucaldıldı. Artıq deməli Gümrüdə. Bəli, Gümrüdə ucaldıldı. Hətta həmin İrəvana yaxın Sədərək deyilən ərazidə də o xatirə kompleksi yaradıldı. Rayon səviyyəsində hardasa 26 minə qədər əhali yaşayırdı. Onun 21 mini Azərbaycanlılar idi. 3-4 mini erməni. 4-5 kənd erməni kəndi, qalanı 19 kənd Azərbaycanlı kəndləri idi. Münasibət getdikcə çətinləşdi. Baxmayaraq ki, bizim yerin ərazisi, məsələ, özümüzün ilin 4 fəsli orada vardı. Yazı da, qışı da, payızı, yayı. Hər fəsildə bilirdin ki, hətta elə bir şaxta çıxırdı orada 42 dərəcəyə qədər. Öksüz kənd deyirdik. Qışın o yanvar ayında. Amma özümüz üçün o ərazi ata-baba yurdumuzdur. Orada bizim, məsələ, insanlar baxmayaraq ki, uzun doğulub, böyümüş, yaşamış kəndlərim. Mənim əslim, ata tərəfim Vedi Basar zonasından 19-cu əsrin əvvəllərindən köçüb gəlmiş olanlar. 18-20-ci illərdə Azərbaycanlılar o vaxt o ki, qovulmuşlar. Kimisi İrana, kimisi Türkiyə. Sonra oradan geri qayıdıb gəlmişlər, yaşadıq. Deyirəm də 48-53-cü illər köçüb gedənlər də yenidən geri qayıdıb gəldilər. Başqa bir bəli, qırılanlar axı dağ yerindən birdən-birə Aran yerinə köçürülmüşdü. Dözə bilməyənlər, yaşlı nəsil deməli dünyalarını dəyişmişdi. Gənc nəsil mümkün deyildi, geri qayıdıb gələnlər oldu. Sonra 88-dən onlar o deportasiya olub Azərbaycana gəlib gəldilər. Demək, vəziyyət ilə gərginləşir ki, artıq sərbəst dövlət səviyyəsində qarşısı alınmır da. Heç cürə, deməli, indikən Akademiyanın prezidenti Viktor Ambartsumyan, şairə vardı, Silva Kaputyan. Onlar təbliğat Yazıçılar İttifaqının sədri Vartkez Petrosyan. İstər-istəməz mümkün deyildi. Artıq erməni o xalq ki, vaxtı mümkün deyildi də. Çünki bizim analar, körpə uşaqlara təzə doğulanda deyir, gözün yat ki, şeytanla nəsə qorxudur. Onlar bir yaşlı uşağı gözünün yoxsa Türk gəlib səni öldürəcək. Buna o uşaq böyüdükcə artıq görürdün ki, uşaqlar məktəbdə bir-birindən həmişə narazılıq vəziyyətində. Məcburiyyət qarşısında qaldıq. Demək, köçüb gəlmək. Mən deyirdim, 36-cı ildəki atam tutuldu. O vaxt əgər köçüb gəlmiş olsaydı Azərbaycana, bəlkə də atam ilə repressiya qurban olmazdı. Biz qaldıq, böyüdük. Yeməyə çörək yox, geyməyə paltar yox, qalmağa da ev yox. Elə bir vəziyyətlə böyüdük. Ona görə də 1982-ci ildə məcbur oldum mən uşaqlarla köçüb Azərbaycana gəldim.
ki olmasa özümüzü burada bir çıxınacaq tapaq. Sağ olsunlar. Bax indi ümid yaranıb ki, mütləq Qərbi Azərbaycan hansı ki yaranıb, mütləq qayıdıb getməlidir. Çünki tarix görmüşük, mümkün deyil. O kəndlər ki, hərdən bir baxıram, boş qalıb. Yoxdur onlarda. Cəm cümlətən 2 milyon yarım əhalisi olan bir neyniyəcək? O da İrəvanla o böyük şəhərlərinə köçür. Kəndlərdə boşdur. Amma bizim xalq köçməlidir, getməlidir. Biz yaşlı nəsil getməsək də gənc nəsil mütləq ümid yaranıb ki, getməli, qayıtmalıdırlar. Gürcüstanın Dəmyəgöraq kəndində yaşayırdıq. Deyirdilər ki, əmmin yoldaşının atasını ermənilər öldürdü. Orada da dava olub, müharibə eləyiblər. Məhkəmə sədri istəyirdi kişi. Bizə prokuror gəlirdi da, indi yoldaşdılar, iş yoldaşları danışırdılar. Yemək zad yeyəndən sonra birdən deyirdi, türk sözünü yenə ortalığa salırdı. İnanırsanmı? Mənə elə təsir eləyirdi, deyirdim, gör, çörəyimizi yer, yenə türk danışır burada. Mənim anamın babası gil, anam Ermənistanlıdır da, babaları Almırat kişinin oğlanları 8 oğlu olub. 8 oğlun hamısı qaçıb, bircə babam qalıb, anamın atası. Onu da tutublar. Hara qaçıb? Türkiyə. Ermənilər qaçırdıb da. Qaçıblar oraya, Türkiyə canları qutarsın deyin. Anamın atasını da sürüblər. Tutublar, 10 il türmədə olub anamın atası.